Sabahınız xeyirli olsun. Laçından Aşağı Sus kəndindən Həkəri çayın sahilindən gedirəm üzü Qubadlı istiqamətinə. Dünən demişdim təkərə görə təkərim nəsə əngəllədi. Yaxşı deyildi olmağı vəziyyəti. Ayın birinə sifariş vermək istedim təzə təkər Türkiyədən. Amma heç dözmədi buracan. Mən dedim gedər 1-2 günüdür. Bu yolu birinci dəfədir gedirəm, Qubadlı yoluna. Bu da maraqlı yoldur. Laçın şəhəri oradadır. Dağın üstü. Qızılcaları qoşun. Səhər-səhər biraz sərindir. Saat 7:45. Saat 16 dəqiqə göstərir Asiya. Bir dənə belə Krutoy spıskadır. Bu şu Qubadlı yol ayrılır da. Dedilər ki, hardasa bir 5 kilometri şeydir, Qruntovkadır. Sonra çay qırağı gedirsən də. Araz çayının qırağıdır da, o İranla sərhədi ora olmalıdır. Bu yəqin ki, Həkəri çaydır da belə. Sərhəd buraxılış məntəqəsi idi arxada, yadımdan çıxdı, çəkmədim onu. Bu da deyək, o tərəf Ermənistandır da. Çayın özü. Deyək yol. O yuxarı yol Ermənistan yoludur. O maşınlar durmuş deyə o güya dırnaq arası humanitar yardım. Deyək orada durmuşlar ha. Yuxarıda. Hayda, mənzərəyə bax. Dəhşət. Hayda, nə gözəldir bura. Amma dəyər deyə buna gəlməyə. Buna baxın, nə gözəl böyük mənzərədir bura. Süper, süper. Bəh, bəh, bəh. Cənnət deyə bura.
Elə bildim dayı yol qara gündədir. Məni dinlə oteldə bir nəfər yönləndirdi ki, o yolla get. Sağ olsun. Mən də səhərdən qarasınca deyinirəm ki, mən hara göndərdi, bu nə yoldur falan. Erməni vəhşilikləri bu Qubadlı rayonu, yoxsa Zəngilandır, Qubadlıdırsa bu aradadır. Baxın, görürsünüz. Demək, kəndlər xaraba. Hatta o üzdələr də görürsünüz, dağın döşündə. Evləri hamısı xaraba verdi. Bunlar, nə bilim, neçə 100 milyard ziyan vururlar bizi böyle. Bura baxın. Bunlara hamısını bir bərpa eləmək, bunların infrastrukturunu bərpa eləmək. Hələ utanmaz dilləri də var danışmağa. Bu təzə yol nə yoldur ki, belə çəkilir? Qəşəng yol çəkirlər. Navigator deyir 300 metrdən sola dön. Yavaş sür. Burada nə var? Nə? Polat yox. Elə bilinmir haradayam, nəyəm, amma artıq Qubadlı, Zəngilan bu istiqamətlərdir. Bu sərhəddir, nədir bu qədər? Yox, bu təzə yoldur. Təzə yoldur. Bu tikillər nədir belə qəşəng? Gözəl evlər salınır. Tikillər hələ. Nə gözəldir. Hayda. Çok güzel, çok güzel. Süper. Hafif sağa yönelim, ardından sola dönün. Burada indi sual yaranır. Biz hansı istiqamətə getməliyik? Burada da nə işarə var, nə bir şey var. Hər halda belədir də. Sola dönün, ardından tam sola dönün. Buyur. O yol bağlı da hara aparsın. Tam sola dönün, ardından rampaya doğru sağa dönün. Salam aleyküm. Bu horadisə düz gedirəm, belə gedirəm, yoxsa oradan yol yoxdur? Belə gedir. Oldu, sağ ol. Qabağda zapravka var, sokardan zaten. Oldu, çok sağ ol. Təzə qatar yolunu gördüm də. Zəngəzur koridoruna gedən qatar yolu, avtomobil yolu yəqin ki çəkilir. Hələ həmin yol idi, o yol gedirdi ora. Vəhşilərin yenə dağıtdığı kəndlərimiz.
bu Araz çaydır. İrandır da o tərəf. Ha. Bura Cəbrayıl ərazisidir. Ya Zəngilan ya Cəbrayıl, Araz çayı. O tərəf İranlı. Hə, Zəngilanı gördüm, orada yazısı. Mən bura Cəbrayıl buradır. Girdim Cəbrayılın ərazisinə. Çatalı sağdan devam edin. Sənin səsində bir tane düşməlidir də videolara. Burada çatal var, nə sağ, hə, buranı nəzərdə tutur. Olmayan yolum. Çatal. Yol ayrıcı. Dəmir yol xətti gedir Zəngəzur koridoruna. İnşallah tezliklə açılar. Ben hündürdən çəkə bilmədim. Gözəl mənzərəsi var idi xətti. İnşallah tezliklə açılsın. Oradan Naxçıvana gedək. Bu nədir bilmədim. Su kanalına oxşuyur. Ya yoldur bu, nədir? Su kanalda öyle yol diye. Öyle o da koridor diye 100%. Buradan demir yolu, buradan da avtomobil yolu. Belki xət gedir. Asfaltlar var sular üçün. Bu da aferin. Onu bəs bunu yolu. Onda torpaq yolu da. İnşallah bir dəfə gələndə keçəcəm ora. O, yaman dumandır. Hər halda toz deyil də bu. Dumanla oxşuyur. Yenə erməniləri vuran qoyduğu ərazilər. Bilinmirdi ki bura hara olur, ne olur. Maşallah burada maştabla iş gedir ha. Maşınlara bak. Traktorlar işləyirlər. Nasıl sağlar burada? Böyük ərazidir. Allah hara baxsan Qarabağda iş gedir maşallah. 5-10 ildən sonra bütün cənnət məkan olacaq bura. İnsanlar köçəcək. Təsərrüfatlarını quracaqlar. Ağac, bağ, meyvə, bunlar hamısı böyüyəcək. Ondan sonra olacaq bura super. Burada da var idi də o zibilyan səkkidir, nədir? Harası bizim ilk o yardığımız yerlerdir ha. Yani ki orada yakın yerden keçəcək. Yaşayan yerler sanılır yani. Yaşayış masifləri. Maşallah. Ne tikilir.
Belə görünür bu boyda maştabdan ki, burada Cəbrayıldır. Şəhərdir yəqin ki. 600 metre sonra dönme kavşakta çıkış. Cəbrayıl Hadrut, Horadiz Bakı. Aha, Sokar. Dönen kavşaktan çıkın. Evdir də bu. Evet, esirsin. Bunda ne yoktur? Ve çayımızdan suyumuzdan iç. Vallahi yol geldi sen. Allah Ha? kömək olsun. Çok sağ ol. Ne İnşallah. sözlü kulluğuz. Can sağ ol. Biz size kömeği edebiliriz burada. Çok sağ ol. Sağ ol. Teşekkürler. Sağ Sağ salama. ol. Sağ ol. Sağ ol. İhtiyatla. Sağ ol. Bu nədir belə? Nə qəribə şeydir bu tikinti. Onun arxasında nədir ki bu belə bu burada? Plaşatkadır. Kubiklə bağlayıblar. Ya beton tökübləri kubikdir. Siqaret bir rəngliblər yaşlı rəng, təbiətlə eyni görsənir. İnşallah ki Horadiz qəsəbəsinə gəlib çatdıq. Mən dünən də gələ bilərdim bu yolu, əslində belə gedərdim. Prosta mənə orada oğlan dedi ki, buradan yolu bilmirik, ola bilər, var, yoxdur. Heç Horadizlərin özləri də bilmir ki, buradan yol var ya yoxdur. Dönen kavşaktan çıkın. Çıktım daha önce. Sen gecikmişsin. Bayrak meydanı. Bunlar çaydı. Kürdü da bu. Kürdəmir şəhəri. Burada bir yerde dayanım çörək yiyeyim. Çünkü yemək pişirməyə ucu gecdir. 1 saat ona vaxtım gələcək. İstəmirəm vaxtımı keçirim.
şəhəri. O abyez girməliydim. Özüm düz getdim ki, şəhərin içində çəkim. Mən arada gələndə burada oteldə qalıram. Burada Deluxe oteli var. Deyəsən buradakı aralıqdan dedim. Sərin deyə bayram mı? Akşamda var, bak sərin var. Ağsu Perivalındayım. Çox gözəl mənzərələrdir buralarda. Bəh, dəhşətdir. Təzə yolda Foodmood'dur, Goodmood. Foodmood. Orada bir dənə kofe içdim. Gedək yolumuzu davam edək. Mən qaydanda ödənişli yolla gəlirəm həmişə. Çünki bu yolda rahatdır mənə. Gələndə o biri yol problem yoxdur. Gələn tərəf. Ama gedəndə problem olur.